Sola canlı. Bakalım sol tarafa işte. Bir də əziz futbol azarkeşlər ikinci bir yerdəyik. Bir də xatırladaq. Bu görüşdə Dinə futbol məktəbinə Sumqayıt gəlirlər və Dinə məktəbi fasilə 5-1 hesabında yolanda Sumqayıt önündə nə gözləyir? Geri dönüş, comeback, yoxsa üstünü atacaq mı? Amma onu qeyd etmək olur. Sezonlarına kəsilər artıq olan tərəf məsələ daha çox edən tərəf, daha üstün tərəf Dinə məktəbidir. Bu da hesabda özünü göstərirdi. Elmi Məmmədli fərqlənib, İbrahim Qarayev fərqlənib, daha sonra Səfərov da qeyd etmək olar. Sağda olsa, burada da gəlsən. Daha başqa kimlər fərqlənəcək? Məhəmməd Yunisov, Rəsul Əliyev, Elmi Məmmədli. Bu səfər alınmadı. Keçin millət tərəf təşəkkür. Ekran bəyənməyinizdə kifayət edər. Bəyənək paylaşaq. Suallarınız olursa da yazın. Fasilə əsnasında mən çalışıram ki, hər birini cavablandırım. Elmini ötürmək keçmədi Sumqayıtın. Ola bilər. Müdafiəçilər də geri qayıtdı. Bir qədər tələsmək lazımdır. Kontratak üçün Rəsul və Yunisov. Sumqayıt altdan top oyuna daxil etməlidir. Baba, kaç. Zərbə çəkdi və gol! İkinci. İlk gol. Anar Erzumanov. Müəllifi məhz oldu. Fərqi bir qədər artır. 6-1. Dinə futbol məktəbi 6. Sumqayıt 1. Görünür ki, bu son deyil. Bunların ardı gələcək. Topu qazanır Dinə məktəbi İbrahim Qarayev zərbə qapısı yaxşı oynadı. İbrahim Qarayev indi yan xəttinə topu hərəkətli qazandırmalıdır Dinə adına. Daxilində də bir xeyli oyunçu var Dinə məktəbindən. Zərbə! Erməni zərbə indirmişdi, gəlişinə zərbə izlədik. Arda çöklər. Qapıçının sevi. Sumqayıtın qapısı həqiqətən də çox yaxşı çıxış edir. Bu dəfələrlə Real qapısını xilas etməyi bacarıb. Qapısını toxunma saxlamağı bacarıb. Zumanov! Anar Erzumanov. Vay, bir şey oldu ya. Daxılma biri qola imza atır. İkinci sənin ən məhsuldar oyuncusu. Sərrast. Oyuncusu saymaq olar. 2 qol izləmiş. İkincisi də məhz 2 də Manovun məxsusu. Samsa 6. 7-1'dir. Daha bir zərbə. 8-1. Rəsul Əliyev etdirik edir. Aralarda qollar izləyirik. Dinə futbol məktəbi 8, Sumqayıt 1. Daha bir top itkisi. Tamamıyla oyuna nəzarət edir. Kollektivi İbrahim Qarayev. Yunisov qazandı. Sumqayıt oyuncuları top elə keçirdi. Bir qol bəlkə də onları ümidləndirə bilər. Amma təbii ki məktəbi də müdafiə olmaqdan savayıb qol bulmağa davam edir. Elmi Məmmədli. Məhəmməd Yunisov. Rəsul Əliyev. Oyna. Elmin tələsmir. Cahit. Bu bir qədər uzaqlaşdırmaq həmləsi idi. Elmin burada toxuna bilmədi. Yunisov. Malades. Emiş değil. Değiş Emir. Mahmutcan başla. Nasıl bez tuşan.
Zako. Zako. Referi dair əldən oyuna daxil edilməsini istəyir və Sumqayıt kollektivi hərəkətli qazandıracaq yəni. Ana ortaya düş sen. Düş. Düş ortaya. Ama boşluğa. Düş ortaya. Düş. Rəsul Əliyev şutu topu ötürməsini də verməyi bacardı. Cahit zərbə! Qapıdan yağ keçir. Evet, ben müdafaa etsen. İbo, ben şuna. Her iki. Takip edemiyorum. Yok daha gelen. Ana düş. Sakal ol. Düş olsun, düş. Ana. Boşluğa düş. Hani sen değme, koy sen 10 saat tutsun, değme. Kapat ya. Sol. İbrahim Qarayev. Gövdəsi ilə rəqibinin qarşısını kəsməyə bacarır. Zərbə. Əliyev. Tamam, atı bura başla. Rəsul bir rəqibini aldatma bacardı. Rəsul topu da meydanda saxladı, ötürmə. Müdafiə həmləsi var idi. Cahit. Əhmədovara girdi top. Meydanda saxlamaq mümkün olmur. Bir daha xatırladırıq Sumqayıt və Diniyev. Kollektiv. FM və Sumqayıt. Məhməti qapısını tərk etdi. Rəqibini qabaqladı. Ölkədə Real qol daxil. Məhəmməd Yunisov. Baxış. Əmti dəyişmək istəyirdi İbrahim Qarayev. Bir rəqibini aldatma bacarı İbrahim. Yenə təzyiq edir. Topu qazanmaq üçün buna qismən nail oldu. Zərbə. Keçməklər. Cəhdlər izləyirik. Yunisov. Taban ötürməsi. Koşturma. Ver atın. Ver bir atın. Bir atın bura. Atın bura. Atın bura. Cahit. Pas. Əhmədov eləcək. Rəsul tapdı. Rəsul Əliyev. Rəqibini aldatma bacarır. Yere düşmesin. Sen. Ana. Yoldaş aç. Ne kadar kal? Diniyev futbol məktəbi 8-1 hesabı ilə öndə. Sumqayıt önündə. Altın topu ilə daxil edilməlidir. Qarayevə çatmışdı topa. Fayda var. Git var. İbrahim Qarayevdən. Meydanın sol tərəfdə. Qara formada. Qara-sarı formada. Məktəbi sağ tərəfdə göy formada Sumqayıt çıxış edir və görüşdə Diniyev futbol məktəbinin 8-1 üstünlüyü var. Sumqayıt önündə. İndi Sumqayıt altdan top oyuna daxil edildi. Diniyev məktəbi top müdafiədən çıxarmaq cəhdi buna nail oldular. Cahit'in orada inanlı mübarizəsi var idi. Əzimkarlıq göstərdi. Değme, bu başlasın, değme. Bu başlasın. Gitme, kal burada kal. Aracı sağa bırak, gel oraya. Kabağa bak. Nice sağ. İster bir de. Nice. Emin Məhməddə gözlətmədə Rəsul tapdı. Rəsul Əliyev. Aldatma bacardı, ötürmə. Cahit. Əhmədov zərbə. Neydi amma nəticə hasil olmur. Hər kəs intizarda saxladı Rəsul Əliyev. Adası Cahit Əhmədov. Demir. Haydi ya, sana çekmiş. Rəsul yenidən qazandı. Yeri gəlmişəm onun üçün də. Burada
Ya tabii ayağında yanında tabii. Karasın. Cahit. Rəsul Əliyev. Qarşılıqlı mübarizə izləyir. Qapısında qalır top. Roman Spor. Sağ kalır. Ayıp ol. Gidi top, gidi top. Bir daha pas. Pas. Evet. Kapıya. Stadion Natiq. Sür. Kaç tane bak. Da Cahit. Ama referi isə qayıq uzunsu qeydə alır. Ben açayım bir tane. Var. Görüşdə son 14 dəqiqə. Böyük hesablı üstünlüyü var. 8-1 hesabı öndədirlər. Fasilətən 5-1 üstünlüyə qayıtmışlar. Daha 3 gol izlədik. İkinci hissədə. Futbol məktəbi 8, Sumqayıt 1. İbrahim Qarayev, Elmi Məmmədli. Əhmədovun sərbəsi müdaxilə var idi. Altdan topa ilə daxil edilməlidir. Rəsul. Götürmə başla zərbə. İbrahim Qarayev. Zərbə indirdi amma top qapıdan yan keçir. İşəli qazanan top. Elmin qarşıladı. Cahit. Əhmədov. Əliş Kamalı 9 yaşlarından ibarət Respublika çempionatından mübarizə aparır. Onlar üçün belə bir vurğu edək. Kağız yiyirsin. Kal burada, kal burada. Sumqayıt nəmləsi. Burası Refədə bir qədər oyuncular çaşdırdı. Karasu. İste, Abi ben ortaya iste, iste. Haydi Elmin. İbrahim Qarayev. Komandalışlar onu səsləyir İbrahim. Elmi Məmmədli. Eyni cəhətdə Cahit var idi. Gel, eyvah. Çobodluq. Top edirdidən sonra rəqibinə şlayətdə qalır. Belə hallarda turnir reglamentinə uyğun olaraq referinin qərarı ilə oyunçu 2 dəqiqə meydandan uzaq qalır. İrəliyən dəqiqələrdə biz onu yenidən edərik. Elmi Məmmədli. Onun əvəzinə isə xatırladım ki, Rinat Səfərov yenidən meydandadır. İbrahim. Hadi Sibo. Rahat, rahat. Korkulmasın ne olacak? Bak tamam. Evet. Hadi Enes gel orada. Bak orada. Elmin. Məhməti rəqibin ayaqları arasına altı. Elmin özü rəqibi də təqib edir. Elmin top elədi onda da zərbə. Elmin Məhməti. Topu onu almaq mümkün olmadı. Topu torlara yollayaraq fərqi bir qədər də artırır. 9-1. Abi. Yoldaş hacım paralar Enes gel. Mərkəzdən yenə sars götürdü. Və hesablı qələbəyə doğru. Dinə futbol məktəbi irəliyir. İbrahim Qarayev. Görünür ki, rəqib qismən. Da Dinə məktəbi hələ də hesabla barışmaq istəmir.
İbo can. Gel İbo. Bacarım ne bu? Mikrofon bak. Resul. Rinat Səfərov rəqibini aldatmağı bacardı. Almardalar Erzumanov. Dokuz bir hesab. Bir daha xatırladıram. Diniyə Futbol Məktəbi 9. Sumqayıt 1. Biraz ortaya gir, biraz ortaya gir. Akşamda durma bana. Cahit təzyiq edirdi. Atlan topa daxil edilmədi. Biz Cahidi yenə meydanda görürük. Yaz başla. Da qeyd edək. Yəqin ki, Deyəqanın ötürmə Cahidi düşünə bilər. Məhz oldu Cahid. Ram etməyə bacardı. Rəqibini keçə bilmədi. Rinat Səfərov. Qarşılamaq istəyirdi. Sumqayıtın əksizum şansı. Rəqibi bir nəfər azlıqda yaxalayıblar. Dəyərləndirmək olur. Rinat geri çəkilir. Qazanır burada isə Rinat. Pozulub. Resul, kapsın değiş. Başlara değiş. Göy formada Burada Sar formada isə Diniyə Futbol Məktəbi çıxış edir. Ait. Korner. Köşkdən zərbə. Zərbə cəhd elmin gəlişinə zərbə edilmişdir. Ardı-ardı. Dedik, Sumqayıt oyuncular indi topu uzaqlaşdırma bacardılar. Bu da Məhəmməd Yunisov. Cahid Əhmədov. dur, Zago dur. Dur, Zago dur. Dur. Gəldi müəllim. Nə? Zərbə etmədilər. Deveri qayda pozuntusu qeydə alır və bir qədər üstünlüyə buraxmışdı. Üstünlükdüyü üçün referi zərbəsinin yerinə yetirməsi sirr görüşdə təxmin olaraq son 6 dəqiqə. Değil. Dini məktəbini alsaq yerdən qurulacaq Məhəmməd Yunisov, Elmi Məmməddir. Marsil dönüşülə rəqibini keçmək istəyirdi, müdaxilə var idi. Elmi hərəkətləndirdi Cahid Əhmədov. Qapı qarşısını ötürmək istəyir. Rinat Səfərov vardı, alınmadı. Çata bilmir. Erzumanov. Belə mübarizə aparırdı. Sumqayıt oyuncularında qalır top. Yasuva. Elmin daha yaxında topa Rəsul Əliyev. Orada top əli ilə mənimsəmək olmaz. Et olmaz.
Sərbəst zərbə olmalıdır, ən azı 2 toxunur. Bəli, məsələ referdə bunun xatırlatmasını edirdim. Qapı qarşısında isə sanki canlı səhədi qurur. Niyə futbol məktəbi? Necə dəyərləndirəcək Sumqayıt komandası? Səlli qolu mu gəlir? Zərbədə keçid yoxdur. Arkada durma, qabaqda dur. Görüşdə isə son 4. Əsləli Velmin. Yonisov. Varsa parada qayda pozulmayıb. Yerə sal. Dekan götürməyə. Əhmədov. Dallı müqavimət indirdi İbrahim Qarayev. Onu kömüşdü. Çabra, çabra. Sağından atın indi. Yasu. Değiş kapsın. Kime değişti? Yasu. Daha bir korner. Yonisov. Elmin. Görüşdə dubl edib. Bir zərbə. Onun adını izlədi İbrahim Qarayev. Biraz sağ birdəki komanda Tez başlayalım değil mi? Dosta şeyler spor elədi də birəcən. Oyun hepsini spor elədi. Ötürmə zərbə Elmin Məmməd. Məsullar ötürməsində Elmin Məmməd qollarının siyasına da birini əlavə edir. Bir qədər də artır. Hadi. Təzyiq var idi. Cahit! Dayan vur. Sağla vur. Pas istəyirsən. Al, bu da pas. İbrahim Qarayev. Məhməd Yonisov. Əqmin sağına atıb sonuna keçməyi bacardı. Burada isə qayda pozulur Yonisova qarşı. Çoğudluq. Başı qapıya zərbə idi. Bu müdafiəçilərdən geri qayıtdı Yonisov. Elmin daha bir zərbə cəhdi alınmır. Görürsə son saniyələrdir, son cəhdlərdir. Cahit. Rəsuliyev. Geri doğru ötürmə. Qapısını tərk etdi rəqiblər. Öncə qarşılamayı bacardı Reynat Səfərov.
Son əmrələrdir. Cahit meydanda saxlama bacardı. Yonisov, İbrahim Qarayev, Pas oyna. Cahit. Referi qarşılaşmanı bitirdi. Dinefbol məktəbi bu hesabla qələbə qazanır. Sumqayıt komandasını məğlub edir. Hər iki komanda növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.